və bugünkü proqramımızla başlayırıq. Siz də buradasınız, hə? Nə qəşəng geyinmişsiniz siz. Ailəlisiniz hamınız, yoxsa yox? Adam sizi təzdən evləndirmək istəyir, valla. Ən subayınız o olar, hə, son beşiyiniz. Tanıyaq da bir-bir sizləri. Öyle baxır mənə qanlı-qanlı. Təsadüfən görüşməmişik haradasa. Elə bil hansısa toyda zətdə pul bölgüsündə pulunu verməmişəm. Siz Allah elə bir şey olmuyor ki təsadüfən? Hə? Qaydasında da hər şey maşallah yaxşı olacaq. Sinteatrda deməli müşayiət eləyir Toğrul Mehmanoğlu. Toqquz sənə deyirdi bayaqdan. Toqquz, Toğlu, Totu, Motu, nə bilim, səni deyirəm o kişinin adını dinəndə. Hə. Deməli Toğrul Mehmanoğlu Sinteatrda gecənin sonuna qədər müşayiət eləyəcək. Canlı-canlı, cap-canlı davam eləyəcək. Simli alətlərdə, deyir türk sazında da qəşəng ifa eləyirsən. Həmçinin də öz belə deyim sazımızda maşallah müşayiət olacaq. Bəxtiyar kişinin oğlu. Sənə nə deyir o? Əlişqa deyir yoxsa nə deyir? Əli desin də, Əli. Əli bizim heykəl deyir o birisi. Niyə tərpənmir ki? Sən Sadıq Zərbəliyev kimi dımbıldat da. Nə tərdiyanı belə bir pasport şəkli çəkdirir. Və qardaşımız da elə qeyd etmək istəyərdim ki, nağarada Səlim Hüseynovdur. Maşallah, nağara gözəl, nağara ifaçılarından Sadıq Zərbəliyevi buradan salamlayıram. Mənim həm qonşumdur, həm də yaş fərqimiz olmağına baxmayaraq. Sadıq haradasa hesablamışam, bir 5 yaş məndən kiçikdir. Sadıq müəllimi, sevimli xalq artistini salamlayıram. Sonra Natiq Ritm Akademiyası, Natiqi buradan xüsusi salamlayıram. Mənim dostumdur, sirr ortağımdır. Natiq Şirinova bir atəşli salamlar. Və ildırım nə ildırımdır, ilahi. Bu gecəni ildırım vurmasa yaxşıdır, Allaha and olsun. Salamat buzovniyə bağa çatsa məli olar. İldırım qardaşım buradadır. Məmmədov zərb alətlərində müşayiət eləyəcək. Famil tapılıb, Famil. Yaxşısan mı? Famil deyir ancaq mənə qızlar olanda çağırın, xanım müğənlər olanda. Ayıbdır, bəsdir sən Allah. Elə xanım müğənlər, nə qədər xanım müğənlər olar ki? Bu dəfə də bəylər müşayiət eləsin, sən maşallah. Və Famil qardaşım da bizim səs rejissorumuz olaraq bugün müşayiət eləyəcək. Amma qeyd etmək istəyərdim ki, bu sadaladığım qardaşlarım ki var, həqiqətən də son zamanlar onlara sosial şəbəkələrdə baxıram, eləyirəm, partladırlar sözün əsl mənasında, yaxşı ifa eləyirlər. Və onların da təbii ki, bir bədii rəhbər olaraq onların başında dayanan bizim gözəl, istedadlı bir qardaşımız var. Elə mən sevə-sevə, alqışlaya-alqışlaya onu dəvət eləmək istəyərdim ki, öz gəlişi ilə bir xariqələr yaratsın. Bir sözlə, gəlir, sədası gəlir. Qarmonda müşayiəti ilə Qaçay gəlirik, Kəlbəcərli.